Değerli izleyiciler, Masterclass servis sizi salamlayır. Qarşınızda Modena kombisidir. Müştərinin şikayəti kombidə dövrəyən olmamasından bağlı idi. Yəni qaynama baş verirdi. Radiator sistemində kombi işə düşmürdü. Pompanı açdıqda belə bir mənzərə ilə rastlaşdım. Hal-hazırda görürsünüz, pompanın kondensatoru nə hala düşüb. Buradan partlayıb və tutumu buradan belə bu şəkildə düşüb. Yəni, açıb bunu yoxlamaq istədim ki, işləməməyin səbəbi nədir? Pompanın da işləməməyin səbəbi pompanın xırçatkasının sıradan çıxması, məsələn, kondensatorun zəifləməsi və ya platadan pompaya komandanın olmaması da, yəni 220-nin gəlməməsindən səbəbindən baş verə bilir. Bizim vəziyyətdə belə bir hal oldu. Sizin də kombidə problem varsa bizimlə əlaqə saxlamağı unutmayın. Videonu bəyəndinizsə like edin. Kanala abunə olmağı unutmayın. Diqqətinizə görə sağ olun.